Yoldaşlar, gəldik növbəti sualımıza, ikinci sualımızda bizə nə deyir? Şeir parçasında işlənən sözlərin morfoloji təhlilinə aid fikirlərdən biri səhvdir. Tamam. Səhv fikri istəyir bizdən. Demək, baxın, həqiqət ürəkdən dilə gəlincə, ürəkdən dilə gəlincə, yolda 70 dəfə mayalığa qaçdı. Yolda, bax, yolda, dadə, yerli haldımı? Yerli haldır. İsimdimi? İsim. Həqiqət adlı halda olan mücərrəd mənalı isimdir. Mücərrəd nə idi ki? Gözlə görünə bilən, toxunula bilən, təmas ola bilən, şəklini çəkə bildiyimiz. Bunlar. Bəli, görmürsən, toxunmaq mümkün deyil. Nə həqiqət ürəkdən dilə gəlir? Bəli. Gəlincə, gələn zaman, bəli, feili bağlamadır və zaman məzmununu bildirir. Mayalığa qaçdı. D şuhudi keçmiş zamanda olan təsriflənən feildir. Çünki baxın, D şəkilçisi, D üstü 4 şəkilçisi həm şuhudi keçmiş zaman, həm də idi hissəci olur. Düzdürmü? Bunu necə fərqləndirirsən? Çox sadə bir yolu var. Əgər sən bu idi, imiş, isə hər üçünə aiddir. İsəni şərtlə, imişi nəqli keçmiş zamanmış ilə, idini də D forması şuhudi keçmiş zamanla qarışdırmamaq üçün nə edirsən? Bax. Bura bax, mayalığa qaçdı. Burada D şəkilçisini görürsən. Bunu sil. Yerinə bir dənə match, iki variant şəkilçində, saitə uyğun şəkildə. Burada məsələn qalın saitdir. Deməli sən maq qoyacaqsan yerinə. Mayalığa qaçmaq deyə bilirsən. Deyə bilirsən də düzdürmü mayalığa qaçmaq? Okay, deyə bilirsənsə deməli bu şuhudi keçmiş zamandır. Misal üçün baxın. Sadə nümunə ilə deyim. Gəldi. Ayır kök və şəkilçiyə. Sil. Sonrakı hissəsinin işin yoxdur, əvvəlki hissəyə. Gəlmək. Deyə bilirsən, deyə bilirsən. Deməli, bu oldu şuhudi keçmiş zaman. Amma bax, gəlirdi feili. Nə edirdi? Görürsən, sil. Gəlirmək deyə bilirsən, deyə bilmirsən. Deməli, bu ididir. Bu yolu yadda saxla. Heç bir çətinliyin olmayacaq, rahat tapacaqsan. Ya deyəsən ki, müəllimə gəlir idi, yazır idi, gəl idi. Onunla qarışdırma. Asan yolla tap. Təbii ki, orada istisna bəzi sözlər vardı, istisna demək həmin sözlərə. Bəzi sözlər vardı. Məsələn, köçürdü, itirdi, bitirdi, qaçırdı, uçurdu. Bu tipli sözlərdə orada biraz bu şərt ödəməyə bilər. Onu da zaten bilirsən də, sualı ilə, cümləyə uyğun sualı ilə tapırsan. O ayrı məsələ. Ürəkdən düzəltmə tərz hərəkət zərfi. Ürəkdən sözü həm tərz hərəkət zərfi ola bilər, həm də ki isim ola bilər. Baxın, mən testi ürəkdən izah edirəm. İzah eləmək tərzim var. Necə, nə cür, nə tərzdə. Bir də deyirəm ki, filan kəs ürəyindən mənə elədiyi yaxşılığı ürəyindən dilinə gətirdi. Yəni dedi, bildirdi mənə. Düzdürmü? Baxın, burada artıq ürəkdən sözü isim olacaq. Çünki burada deyir ki, həqiqəti insan ürəyindən dilə gətirdi, söylədi yəni. Artıq burada həqiqəti ürəkdən söyləmədi, ürəkdən dilə gətirdi. Bu boş yerə yazılmayıb bu ifadə. Demək, yoldaşlar, buradakı ürəkdən sözü nədən sualına cavab verir. Və nədən sualına da cavab verdiyi üçün tərz hərəkət zərfi yox, artıq həm də düzəltmə yox, bu isim. Zərf deyil. Aydın oldu. Bax, bunları yadda saxlamaq vacibdir.